Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlət başçısı və 1-ci xanım Mehriban Əliyevanı Zürix Beynəlxalq Hava Limanında rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində Prezident İlham Əliyev bir sıra ölkə başçıları və şirkət rəhbərləri ilə rəsmi görüşlər keçirib. Həmçinin Euronews televiziyasına müsahibə verib.